Xoş gördünüz müəllimlər və abituriyentlər, sizlərlə mən Kurikum və Tarix müəllimi Qara İşmət. Bu günlərim sizlərlə ilkin tayfa ittifaqları haqqında və yaxud da erkən dövlətlər haqqında danışacağıq. İlkin tayfa ittifaqları hansı ərazidə yaranıb? Təbii ki, Azərbaycanda Urmiya gölü ətrafındakı ərazilərdə yaranıbdır. Ümumən biz tayfa ittifaqları ən çox niyə cənubda daha çox inkişaf edibdir, cənubda yaranıbdır? Çünki cənub Mesopotamiyaya daha sıx əlaqədə idi, yəni iki çay arasından. Ona görə də burada iqtisadi, siyasi, mədəni əlaqələr daha yüksək inkişaf edibdir və ona görə də nə yaranacaq? Erkən dövlət qurumları, yəni ilkin tayfa birlikləri yaranacaqdır. Həmin ilkin tayfa birlikləri Azərbaycanda ictimai-iqtisadi dəyişikliklərin hər yerdə eyni olmamışdır. Yəni şimalda nisbətən cənubda daha tez inkişaf etmişdir. Əsasən burada vurğulayacağıq ki, nəyi? 3-cü, 2-ci minilliklərdə Azərbaycanda yaşayan tayfalar nə ilə məşğul idilər? Artıq əkinçilik, maldarlıq, müəyyən məsələn, buğda əkib becərirdilər, qoyun keçi, at saxlayırdılar. Bunları xüsusən yadımızda saxlayırıq. Əslən, çay vadilərində məskunlaşmışlar. Çünki çay vadisində əkinə yararlı torpaqlar daha çox olacaq. İnkişaf, iqtisadiyyat daha yüksək inkişaf edəcəkdir. Bundan sonra da erkən tayfa ittifaqları, yəni böyük tayfa ittifaqları yaranmağa başladı. Nə vaxtı? 3-cü, 2-ci minillikdə. Harda? Urmiya gölü ətrafında. Həmin tayfalardan Kuti, Lullubi, Su, Turukki tayfaları yaranıbdır. Bunları misal gətiririk və bu tayfalar isə həmin iqtisadi, siyasi əlaqələr saxlayıbdır. Hara ilə? Mesopotamiya ilə. Başlayaq ilk öncə nədən? Əlbəttə ki, ilk öncə vurğulayacağıq Gərgərlər. Gərgərlər hardadır? Gərgərlər Mil Qarabağ ərazisində, Naxçıvanda Naxç tayfaları, Hurilər Zagros dağlarının qərb ətəklərində, bunlara bəzən dağ xalqları da deyirlər. Daha sonra isə Kaspilər Xəzər dənizi sahilləri zonasını əhatə edir. Həm Atropatena, həm Albaniyaya düşür həmin bu Kaspi tayfaları. Daha sonra Kadusilər Qızılüzən çayı. Qızılüzən hardadır? Xəzərin cənubundan axan çaydır, həmin bu Qızılüzən çayı. Daha sonra Kutilər Urmiya gölünün cənubi qərbində, Arat da Urmiya gölünün cənubi şərqində, cənubunda isə Su, Turukki, Lullubi belə deyim də tayfaları mövcud olmuşdur. Bunları yadımızda saxlayırıq. Əsasən gəldik ilk öncə başlayırıq Aratdadan. Arat da 3-cü minilliyin birinci yarısında yaranıbdır. Nə vaxt yarandı? 3-cü minilliyin birinci yarısında. Bunu yadımızda saxladıq. Hardadır? Urmiya gölünün cənubi şərqində. Bayaq göstərdiyi elə xəritədə qeyd olunmuşdur. Onun ərazisi Urmiya gölünün cənubdaş torpaqları əhatə edirdi və Şumer, Mixi yazılı mətnlərində Aratdanı varlı, bəhrəli dağları olan ölkə də adlandırılır. Bu yeni məlumatdır və testimizə düşür. Ona görə də deyə bilərik ki, Aratda necə ölkə olubdur? Dağlıq ölkə olubdur. Burada əsasən dövlətin başında ensi rütbəsi daşıyan hökmdar dururdu. Qərarları hərbi məclislərdə verirdi, məsələləri müzakirə edilirdi. Ancaq sonda qərarı kim verəcək? Təbii ki, hökmdarın özü verəcəkdi. Ondan sonra dini kahin bəzi məlumatlar çıxarılıbdır kitabdan. Ona görə əlavə qeyd eləmişəm bura. Dini kahin isə bunlarda maş-maş adlanırdı. Əsasən Aratda da İki çay arasının Şumer şəhər dövlətlərlə iqtisadi siyasi əlaqələr saxlayıb. Elə Aratda haqqında məlumatlarda biz Enmerkar və Aratda dastanı hökmdarı haqqında dastanda məlumat aldıq. Enmerkar kimdir? Həmin bu deməli Şumerlərdə Uruk şəhərinin hökmdarıdır. Aratda ilə həm dostluq, həm düşmənçilik siyasəti güdübdür. Dostluq siyasəti güdməyi, onların iqtisadi əlaqələrini gücləndirməyi, hətta bunların məktubla yazışmasında misal gətirir ki, məsələn, Aratda Uruka boyun əyməyəcək adlı belə bir yazışma da göndəribdir. Yəni bir-birinə. Ancaq onlar iqtisadi əlaqələr də güclü olubdur. Yəni məsələn bir-birindən mal mübadiləsi eləyiblər. Bəzi məmulatları alıblar, bəzilərini veriblər. Bunu yadımıza saxlayırıq. Sami tayfaları Uruk şəhərini mühasirə edən zaman Enmerkar hərbi yardım almaq üçün hətta Aratdadan belə kömək istəyibdir, ona müraciət edibdir. Və məbəd tikintisi zamanı Şumerlərdə inşaat materialları, qiymətli metal, daşlar lazım idi və buna görə də bunlar Aratdadan həmin ticarət əlaqələri saxlayıbdır. Hətta Enmerkarın özü belə Aratdaya gəlib səfər etmişdi. Bunu yadımızda saxladıq. Daha sonra nə yadımıza saxlayacaq? Şumerdən Aratdaya əsasən taxıl və meyvə gətirilirdi. Nə gətirilirdi Şumerdən Aratdaya? Taxılla meyvə gətirilirdi. Daha sonra Aratda əhalisi müxtəlif sənət sahələrlə məşğul olurdular. Onlar xüsusilə lacivərdən, bəzək naxışlardan belə naxış vuran mahir ustalar belə var idi. Hətta Aratda ustaları Şumer ölkəsində məbəd tikintilərində belə gedib iştirak edirdilər. Bunu mütləq yadımızda saxlayırıq.
Daha sonra əsas məşğuliyyət sahəsi təbii ki, əkinçilik olur. Necə dağlıq ölkə olduğuna görə burada dəmiyə əkinçilik olur. Təbii ki, dəmiyə əkinçilik yağış yağmağından asılıdır. Yağış yağmasa məhsul olmayacaq. Və bunun üstünə məhsul olmayanda şumerlərə taxıl mübadiləsi genişlənir, artıq şumerdən taxıl alırlar. Arat da şəhər dövləti idi. Necə idi? Şəhər dövləti idi. Paytaxtı elə Arat da özü idi. Bu şəhərin ətrafı düşməndən qorunmaq üçün müdafiə, belə deyim, qala divarları ilə əhatə olmuşdu və mərkəzində isə ölkəni idarə edən hökmdar sarayı var idi. Nə var idi? Hökmdar sarayı var idi. Hökmdarın yanında Ağsaqqallar Şurası var idi, məşvərətçi orqanı idi. Amma əsas qərarı kim verəcəkdi? Təbii ki, hökmdarın özü verirdi. Mühüm məsələlər müzakirə edilir, qərarlar səs çoxluğu ilə qəbul olunurdu. Ağsaqqallar Şurası hökmdar dediyi ensi rütbəsi daşıyır. Ağsaqqallar onun yanında məşvərətçidir. Aratda da çox tanrıçılıq idi. Təbii ki, necə olacaq? Çox tanrıçılıq olacaqdı. Hətta ilahə inanla, məsələn, Şumerlə oxşar cəhət götürə bilərik, bərəkət və məhəbbət Allahı və Lama mühafizəkar və yaxud da Aratların qoruyucusu da deyə bilərik. Bu da Şumerlə oxşar cəhət təşkil edir. Bunu yadımızda saxlayırıq. Daha sonra bunlar haqqında, məsələn, Arat haqqında Əbdürrəşid Əl-Bəqquvi 14-15-ci əsrlərdə məlumat verir. Orada lacivərd, lazurit yataqlarının olduğunu belə söyləmişdir. Harda Marağı ilə Təbriz arasında olduğunu demişdir. Bunu da yadımızda saxlayırıq. Arat da 3-cü yüzilliyin birinci yarısında yaranır və əsas məlumatlar bunlardır. Təbii ki, keçirik ondan sonra və Azərbaycan tarixində dəyişiklik olub. Azərbaycanın iç dövləti kimi Aratdan vurğulayır. Bunu da yadımızda. Əvvəl Manna idi, indi Arat deyə çeviriblər. Bunu da yadımızda saxlayırıq. Lubbi dövlət qurumu artıq Lubbi dövlətindən danışacağıq. 3-cü yüzilliyin ikinci yarısında yaranır. Nə zaman yarandı? 3-cü yüzilliyin ikinci yarısında. Yaradan kim oldu? İmmaşqun olmuşdur. Əsasən iki çay arası Akkad dövlətinin hakimiyyəti altında birləşdirdi. Nə zaman Akkad dövlətinin hakimiyyəti altında birləşdirildi və Urmiya gölündən cənubda keçmiş Arat da dövlətinin qərb torpaqları Lubbi tayfa ittifaqı yaranmışdı. Həmin bu zaman. Daha sonra Lubbilər tayfa ittifaqına Su və Turukqiləri belə daxil eləmişlər. 3-cü yüzilliyin ikinci yarısında isə Urmiya gölündən cənubda Lubbi dövlət qurumu yaranır. Əvvəlcə belə deyim, tayfa şəklində yaşayırdılar. Sonra artıq onlar dövlət qurumu yaratdılar və ərazisi Urmiya gölündən cənubda Diyaliyə belə gəlib çatırdı. Bunların ərazisi, bunu yadımıza saxlayırıq. Daha sonra 3-cü yüzilliyin ikinci yarısında Akkad hökmdarı ilə hətta kim idi bura yürüş eləyən? Naram Hüseyn. Hətta Akkadlar hökmdarı Naram Hüseyn bura yürüş eləyibdi. İlk dəfə qalib gəlsə də sonraki 3 yürüşü məğlubiyyətlə nəticələnibdi. Bunu yadımıza saxlayırıq ki, yəni Akkadların Lubbilərlə də döyüş, belə deyim, əlaqəsi olubdu döyüşdə. Daha sonra həmin hüquqi yürüşlərin birində qalib gələn hökmdar öz qalibiyyətinin şərəfinə qələbə sütunu adlandırılan daş lövhə də hazırlamışdı. Bunu mütləq yadımıza saxlayırıq. Amma Lubbilər öz ölkələrini Akkad şadından qorumaq üçün uzun müddət mübarizə aparmışlar. Bir də İmmaşquna aid bir məlumatlar var. Xırda vilayətləri özünə birləşdiribdi. Özündə necə adlandırırıq İmmaşqunu? Padşahlar padşahı adlandırırıq. Daha sonra hökmdar Anbani dövründə ən güclü dövrünü yaşayıbdı. Ərazisi xeyli genişlənibdi. Məsələn, əvvəlki kitablarda yazırdı ki, hətta belə Urmiya gölündən İran körfəzinə, Bəsrə körfəzinə qədər gəlib çatır həmin bu Lubbilərin əraziləri. Anbarın hərbi uğurları iri qaya parçası üzərində mixi yazı ilə həkk olunmuşdur. Həmin bu Mesopotamiya ilə əlaqə olduğuna görə bunlarda yazı sistemi, Lubbidir, Kutidir. Məsələn, bunlarda yazı sistemi nə olacaq? Mix yazı sistemindən istifadə olunacaq. Daha sonra iki çay arası ilə siyasi əlaqələr saxlayırdı, mal mübadiləsi aparırdılar. Məsələn, bunlarda Səma tanrısı var idi. Səma tanrısını Anum adlandırırdılar. Daha sonra mix yazı sistemindən istifadə edirdi. Hətta burada yazını oxuyan mirzələr var idi. Səma, ay, günəş, bərəkət, məhəbbət tanrılarına sitayiş edirdilər. İki çay arasının Nuzi şəhərində yaşayan Hurlərlə mal mübadiləsi edirdilər. Bunu mütləq yadımızda saxlayırıq. Daha sonra gəldi Kutilərə. Kutilər dağ əjdahaları adlandırılır. Qut, xoşbəxtlik mənasını verən söz deməkdir həmin bu Kutilər. Daha sonra 3-cü minilliyin, bu da ikinci yarısında yaranmışdı. Urmiya gölünün cənubi-qərb istiqamətində yaranmışdı həmin bu Kutilər. Kutilər obsilərə baxanda daha güclü
dövlət qurumu idi, dövlət idi belə deyək. Urmiya gölünün qərbində və yaxud da cənubi-qərbində yarandığına görə həmin minillikdə belə deyim də ikinci yarısında Kutilər dövlət halında birləşdi. Artıq bunlara biz dövlət deyirik. Bunu yadımızda saxlayaq. Şumer şəhər dövlətləri ilə müttəfiq münasibətləri saxlayırdılar. Necə münasibət saxlayırdılar? Müttəfiq münasibət saxlayırdılar. Lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Təbii ki, bunların mübarizəsi əsas Akkadlar üzərində olacaqdı. Akkad hökmdarları Şumerlərin dini mərkəzi olan şəhərə ordu göndərərək buradakı məbədi dağıtmaq belə istəyirdi. Ancaq Kutilərə məlumat verilir. Kutilər onlara köməyə gedir. Hətta Şumerlər Kutilərin şərəfinə abidə belə qoydururlar. Niyyəti baş tutmur və ona görə də qüdrətli Kutiun və dünyanın 4 səmtinin hökmdarı belə Kuti hökmdarını adlandırırlar. Bunlardan ən güclü hökmdarı olubdu Lişib Piri. Yaradıcılarından da deyə bilərik, ən güclü hökmdar da deyə bilərik. Kim olubdu? Lişib Piri olubdu. Daha sonra bundan sonra iki say arasını Kutilər müdaxiləsi daha çox gücləndi və Akkad dövlətinin zəifləməsi, iki say arasını baş vermiş daxili çəkişmələrdən istifadə edir. Hətta Akkadlar üzərinə yürüşlər təşkil edir. Nə vaxtı 22-ci əsrin əvvəlində bura yürüş eləyiblər. Akkad dövləti imperiyası süquta uğrayıb. O nəzərinizə çatdıraq da Akkad dünyanın ilk imperiyasıdır. Bunları süquta uğradıbdır. 100 ilə yaxın öz hakimiyyətini qurubdur. Yəni 22-ci əsrin sonuna kimi. Daha sonra və burada Naramsiyenin düşmənləri Ummanda, yəni Manda qoşunu adlanırdı. Bunu da yadınızda saxlayın. Daha sonra Kutilər iki say arasının hakimiyyətini tutduqdan sonra burada canişinlər vasitəsilə, yəni Şumer Akkad canişinləri vasitəsilə idarə edilirdi. Bu da təbii ki, mən getmişəm, bunların arasını tutmuşam, deyirəm elə özünüz işlədin. Onlar da mənə qarşı üsyan qaldıracaqlar. Ancaq mən orada heç bir dəyişiklik eləmirəm. Yəni Kutilər orada elə çox dəyişiklik eləmədilər. Ona görə də bunlar bundan istifadə edib üsyan qaldırdılar. 22-ci əsrin sonunda Kutilərin orada azadlığı başa çatdı. Bunlarda hakimiyyət, Kutilərdə hakimiyyət irsən deyildi, yəni demokratik yolu idi. Burada seçim yolu idi. Bunu yadımızda saxlayırıq. Burada miqyas sistemindən istifadə edirdilər. Aya, bərəkət və məhəbbət ilahəsinə belə sitayiş edirdilər. Əmin-amanlıqda bərpa olunmuş və iki say arasının xarici müdaxilə. Əsasən bu əmin-amanlıq dövrü hesab olunur. Həmin Akkadları tutduğu dövr, 100 ilə yaxın olan dövr. Niyə? Çünki orada müharibə yoxdur. Bunların öz ərazisidir. Müharibə yoxdursa da əmin-amanlıq olacaq. Xarici müdaxilələrin qarşısı kəsiləcəkdir və bunlar əsas sülh şəraitində yaşayacaqlar, belə deyək. Sonuncu hökmdarı Trikan idi, 40 gün hakimiyyətdə oldu və buna qarşı da üsyan qalxdı, bu hakimiyyətdən devirdilər. Artıq 22-ci əsr elə bir, belə deyək də, 3-cü minilliyin sonlarında artıq Kutidi, Lulubidi, bunların hamısı süquta uğrayır, bunlar gedir. Bunların yerində artıq nə yaranacaq? Yeni tayfa ittifaqları yaranmağa başlayacaq. Və Azərbaycanda yerkən dövlətlər hamısı, demək olar, çoxsu türk mənşəli idi. Bunu yadımızda saxladıq. Daha sonra yeni tayfa ittifaqları 2-ci minilliyin əvvəllərində Urmiya gölü hövzəsində yaşayan Turukki tayfaları var idi. Hansı tayfalar? Turukki tayfaları var idi. Su tayfaları ilə birlikdə fəaliyyət göstərdilər. Həmin bu Turukkilər. Onlar əvvəlki dövrlərdə Aratda, sonra Kuti, Lulubbi, erkən dövlət qurumlarını tərkibinə daxil etmişdi. Hansıları əvvəlcə Arattanın tərkibində idi, sonra Kuti, Lulubbinin tərkibində oldular. Sonra bunlar sularla birləşdi. Artıq onlar süquta uğrayandan sonra belə deyim, bir yerdə idarə etməyə başladı. Ancaq bunlardan Babillə Aşur buna qarşı çıxırdı, Turukkilərə qarşı. Ancaq belə deyim, Aşurların ərazisinə hücum edərək 2-ci minillikdə onların Şuşa belə vilayətini tutmuşdu. Kimlər? Turukkilər. Hammurapinin dövründə isə orada məskən salmışlar. Təbii ki, Hammurapinin hakimiyyətlərini isədir 1792-1750-ci illəri əhatə edilir. Onda məskən salmışlar. Bunları yadımıza saxlayın. Ancaq bunların hücumları Aşurları belə zəiflətmişdi. Ancaq 2-ci minilliyin sonlarında Aşurlar qüdrəti yenidən artır və həmin tayfaları işğal edir, işğalçılıq siyasətinə qarşı çıxanmırlar. Bundan sonra da tez-tez baş verən müharibələr Azərbaycan tayfalarının yeni dövlət halında birləşməsini zəmin yaradır. Həmin dövlət də olacaq Manna dövləti. Gələcək dərsimizdir. Həmin yürüş eləyən hökmdar da 1-ci Azərbaycana belə gəlmişdi. 1-ci Adad-Nirari, 2-ci minilliyin sonunda, yəni 13-cü əsrdə. Dərsimiz bu qədər. Yeniliklər olan bir mövzudur. Biraz qarışıq mövzudur, sinif kitabı olduğu üçün. Yəni qarışıqdır, bəzilərini çıxarıblar, bəzilərini əlavə eləyiblər. Ona görə də biraz belə deyim də məntiqlə oxuyun. 2x-lə qulaq asmayın, 1x-lə qulaq asın. Oldu, Allah'a əmanət, görüşənədək.